Biləsuvarda film kimi cinayət hadisəsi baş verib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə, hadisənin əsas qəhrəmanı 50 yaşlı fermer Taceddin Əliyev və onun görüşə çağırdığı iki qadındır. Taceddin uzun illər kənd təsərrüfatı ilə məşğul olub, fermasında iri və xırdabuynuzlu heyvanlar saxlayıb. Lakin yaz günlərinin birində baş verən hadisə onun həyatını tamamilə dəyişib. Quzu qarşılığında görüş və müəmmalı yoxa çıxan əşyalar. Hadisədən əvvəl Taceddin yaxın rayonlardan olan iki qadını fermaya çağırıb. Aygün və Səbinə adlar şərti olaraq qeyd olunur. Hərəsi bir quzu qarşılığında görüşə razılaşıblar. Görüş günü fermanın həyətində açıq havada içki məclisi qurulub. Lakin qısa müddət sonra Səbinə çantasındakı boyunbağı və digər qiymətli əşyalardan yoxa çıxdığını deyib. Bu məsələ mübahisəyə səbəb olub. İstintaq materiallarında yazır ki, Taceddin əsəbiləşərək qadınlara müxtəlif nahiyələrindən zərbələr endirib, yüngül xəsarət yetirib. Baş verənlərə görə Aygünlə Səbinə fermanı tərk etmək istəsələr də Taceddin buna imkan verməyib. O, qadınların ikisini də fermaya salaraq qapını bağlayıb. Qaçmalarının qarşısını almaq üçün isə itlərdən silah kimi istifadə edib. Onları zəncirdən azad edərək fermanın ətrafına buraxıb. Bu hərəkəti ilə Taceddin 2 nəfəri qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətmiş olub. İtlərin dövrəyə aldığı zərər çəkmişlərdən birinin özündə saxlaya bildiyi telefonu onları xilas edib. Bir neçə saat sonra polis köməyə gəlib. Taceddin məhkəmədə baş verənləri təsdiq etsə də, qadınları qanunsuz azadlıqdan məhrum etməsi ittihamı ilə razılaşmayıb. Deyib ki, qadınlar özlərini ora-bura vuraraq qəsdən yüngül xəsarət alıblar. Heç birini də fermaya salıb ağızlarını qıfılla bağlamayıb. Əgər belə fikri olsaydı, telefonlarını da əllərindən almış olardı. Zərər çəkmiş şəxslər məhkəmədə baş verənləri ətraflı danışıblar. Etiraf ediblər ki, 2 quzu qarşılığında fermaya gediblər. Sonra yaşananlar isə ittihamda deyildiyi kimidir. Biləsuvar rayon məhkəməsi fermeri 2 nəfəri qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilib. Hökmə əsasən Taceddinə azyaşlı uşaqlarına görə güzəşt tətbiq edilməklə 3 il həbs cəzası verilib. Hökm apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənib.